Vaxtınız xeyir olsun gənclər. Söhbət puldan gedən videolarımıza qaldığımız yerdən davam edirik. Bugün sizə telefonla pul qazana biləcəyiniz yeni istifadəyə verilən bir mining saytını göstərəcəm. Saytdan pul qazanmaq asandır və buradan qazandığınız pulu çıxarış edən zaman heç bir komissiya və s. bu kimi şeylər tutulmur. Və çıxarış da asandır. Binance və yaxud digər elektron cüzdanlara çıxarış eləmək də mümkündür. İndi videomuzun daxilində bunların hamısına baxarıq biz. Və mən saytdan pul qazanmaqla yanaşı çıxarış eləməyi də daha detallı izah edirəm ki, hər şeyi tam başa düşəsiniz. Yəni ağlınızda heç bir sual işarəsi qalmasın. Deməli, giriş eləyəndə burada belə çarx var. Bunu belə deyək də, bütün hamı qeydiyyatdan sonra qazana bilər. Burada məsələn bir dənə klik deyirəm. Yəni bunu çevirək. 30 sent verdi. İndi ola bilər ki, məsələn 2 dollar verər və yaxud 1 dollar verər, bəlkə 50 dollar verər. Bu dəyişir. Buna hamı yoxlayar şansını. Deməli, giriş eləyəndə burada balansınızda 1000 dollar, nə bilim 10.000 falan görərsiniz. Buna çox da fikir verməyin. Yəni əsas balansınız bu sağdakıdır. Məndə 61 dollar yatırım eləmişəm deyə budur. İndi sizin yatırımınızdan asılı olaraq dəyişə bilər. İlk giriş eləyəndə orada 0 olur. Deməli, burada əvvəlcə bunu deyim sizə. Mining saytlarında və yaxud yatırım olan bütün sistemlərdə hər zaman risk var. Yəni, məsələn, ola bilər siz bu cür sistemlərə yatırım eləyərsiniz. 1 ay, 2 ay, daha uzun müddətlərdə pul qazanarsınız. Ola bilər tam tərsi. Yatırım eləyərsiniz, sayt bir günə bağlanar. Yəni, belə şeyləri nəzərə alın, ondan sonra istifadə edin bu tip saytları. Giriş məlumatlarını bildik. İndi sizə burada necə pul qazanırlar, gəlin bunu göstərim. Sol altda Quantify adında bir bölmə var. Gəlirik bura. Deməli, burada K1-dən başlayır. Deyir ki, K1 nədir? 10 dollar və üzəri yatırım eləsən, gündəlik 25% pul verirlər. Yəni, məsələn, biz başqa saytlarda yatırım eləyirdik, VIP 1, 2 bu tip paketləri alıb gündəlik standart pul qazanardıq. Amma burada balansımızda nə qədər pul olsa, bizə onun faizini verirlər. Yəni, balansımıza 10 dollar və yaxud daha üzəri 15-20 dollar yükləsək, bizə gündəlik 25% verir. 61 dollar və daha üzəri pul yüklədiyimiz zaman 28% verir. Gördünüz, burada K1, K2 belə, yəni K3, K4 belə artdıqca yatırımın miqdarı da artır və yatırımın miqdarı artdığı üçün bizə verdiyi pul da çoxalır. Və ortalama belə başa düşmək olar ki, biz burada 4 gün ərzində yatırım etdiyimiz məbləğ geri qayıdır. Artıq 4 gündən sonra nə qazansa sizin xeyrinizədir. Məncə başa düşə bildik. Biraz aşağı gəlsək, burada məsələn K3 deyir, nə bilim 300 dollar, 30%. Yəni yatırım artır təbii ki, pulun miqdarı da artır. Amma siz də gəlib bura nə bilim 1000 dollar, 2000 dollar yatırım eləməyin. Mən həmişə məsləhət görürəm ki, mining saytlarına 50 dollar, 100 dollar, 120, 130 bu məbləğlərdə yatırım eləmək olar. Amma gəlib 5000, 10000 qoymaq çox risklidir. İndi bəs yaxşı. Necə pul qazanmalıyıq? Birinci, gəlin buradan balansımızı artırmağa baxaq. Burada Recharge adında bir bölmə var. Gəlirik bura. Yatırım üsulları, görürsünüz burada 5 fərqli seçim var. TRC20, BEP20 USDT, Tron coin'i, BNB coin'i, belə. Məsələn, TRC20 USDT-yə baxaq. Bütün üsullar eynidir, mən bunların birini göstərim. Giriş eləyəndə bizə bir adres verir. Məsələn, nə qədər pul göndərmək istəyirsiniz? Tutaq ki, 20 dollar. 20 dollar göndərdiniz. Pulu göndərəndən sonra burada Recharge Complete adında bir bölmə var. Gəlib bura klik eləyirsiniz, pul təsdiq olur, köçür balansa. Və burada da deyir ki, 1 dəqiqənin 3 dəqiqə arası pullar gəlmiş olur hesabınıza. Belə. Bundan başqa nə var burada? Tutaq ki, yatırım elədik, pul gəldi balansımıza. Gəlirik yenə bu bölməyə. Gündə bir dəfə burada Start Quantify var, görürsünüz. Bir dənə Start deyirik. İndi başlamış olur. Burada 5-10 saniyə çəkir, bizim pulumuzu hesablayırlar. Yəni, bitsin. Mənim gündəlik qazancım burada oldu 17 dollar 16 sent. Yəni, bizim pula da çevirsək, haradasa 30 manat deyə bilərik buna. İndi bir də mən bunu ala bilərəm 24 saatdan sonra. Görürsünüz, 23 saat 59 dəqiqə. Yəni, gündə bir dəfə verirlər bunu bizə. Pulu qazandınız, mütləq gəlin çıxarış edin. Yəni, həmin gündə çıxardığında qoymayın, saytda qalsın ki, sonra çıxardıram. Belə yox, elə pul qazandınız, çıxarış edin və salam. Deməli, bura miqdar yerinə yazmalıyıq 17
16, yəni bizim balansımızı. Bura isə adres. Tron kimi də çıxarmaq olar, B primi şəklindədir. Mən B primi ilə bir hansısa çıxarış eləmək istəyirəm. Depozit deyirəm. USDT B primi. Adres kopyaladım. Gəlib burada yapışdırıram. Və bir dənə confirm deyib təsdiqə də vurduq. Vəsə. Pulumuz göndərildi. Təxminən 1-2 dəqiqəyə pullar gələr. Ona kimi mən sizə burada başqa bölmələri izah edeyim. Məsələn, burada referanslar var. Baxın, burada bizim referans kodumuz var. Burada bizim referans linkimiz var. Bunlar nə işə yarayır? Məsələn, mən referans linkimi paylaşsam kimləsə, mənim dostumla və yaxud Telegram qruplarında, Facebook qruplarında falan. Kimsə bizim linkimizdən qeydiyyatdan keçəndə bizim referansımız olur. Və həmin referansımız sayta yatırım eləyəndə sayt bizə bonus verir. Məsələn, referansımız gəldi bura, 20 dollar pul vurdu. Sayt bizə hardasa 2 dollara yaxın bonus verir. Yəni referans bu cürdur. Artıq pulumuz da köçür Binance-a. Görürsünüz, gəlin ondan qabaq mən sizə burada müştəri dəstəyini göstərim. Görürsünüz, burada müştəri dəstəyi də var. Bunların belə deyək, həm Telegram qrupları var, bilgiləri paylaşdıqları. Bu Telegram qruplarıdır. Burada artıq 1000 istifadəçisi var. Və nəsə olar bir problem baş verər, şifrənizi yaddan çıxardarsınız, hər hansısa bir şey. Bu zamanda gəlib bura müştəri dəstəyini yaza bilərsiniz. Customer service yazıb bura. Baxın. Bunu yaza bilərsiniz bir problem olduğu zaman. Artıq pulumuz da köçür Binance-a. Təsdiqdə oldu. Gəlirəm bura spot deyirəm. Görürsünüz, ən son aldığım ödəmə 17 dollar 16 sent. Bu qədər. Hər hansısa bir sıxıntı yoxdur. Yəni artıq təsdiqdə olundu. Məncə sayt normal işləyir. Ödəmə sübutunu da gördük. İndi yenə də baxın, məsləhət sizin. Mən sizə saytı göstərirəm sizə. Yəni bütün lazım məlumatları verirəm. İstəsəz siz də istifadə edə bilərsiniz. Bundan başqa da məncə baxın, bunların proqramında yükləmək olar. İndi belə deyək, adını AI coin falan qoyublar, borsanın adına uyğun. İnanmıram rəsmi olsun, sadəcə belə onun adından istifadə edib bir sayt qruplar. Burada da borsa kimi coinləri falan qoyublar. Yəni istifadə edə bilərsiniz. Göyə buradan döviz kimi. Bir də burada belə paketlər də var. Bayaq demişdim, VIP 1-2. Elə hazır standart paketlər də var. Məsələn, burada gəlsək biz, tutaq ki, 100 dollara bunu alsaq, bizim bir ayın sonunda qazancımız olur 280 dollar. Bir dəqiqə buna, 280 dollar. Görürsünüz? Amma bir ay gözləmək lazım. Bir dəqiqə, bir ayı 10 günün sonunda. 10 günün sonunda biz 280 dollar qazanmış oluruq. 100 dollar qoysaz qazancınız belə olar. Yəni bu paketi də istifadə edə bilərsiniz.